...1548. il Fransa'nın Savon şəhəri Nostradamus'un iş otağı. 20. əsrin sonunda Azərbaycanda bir bəstəkar peyda olacaq. Bir neçə gənc müğənninin parlamasında onun misilsiz əməyi olacaq. Onun bəstələdiyi mahnı bütün dünyaya səs salacaq və 2008. ildə Avroviziyada layiqli yer tutacaq. O, Azərbaycan estradasında bomba patlatacaq. Əziz tamaşaçılar, bugün benim sizin qonağı bəstəkar Gövhər Həsənzadədir. Gövhər xanım, benim sizə xoş gəldiniz. Hoş geldiniz. Buyurun. Benefis sizindir. Benefis'e hoş geldiniz. Çok sağ olun. Hoş gelmişsiniz. Sizi görməyimizə çox şadıq. Sağ olun. Sizi görməyimizə çok şadım. Yola, Avrovizyada seni görəndə çok sevindim. Johnny. Ama ne kadar çağırdım, bakmadın. Oradaydın. Oradaydın ki sen. Elbette, biz kuşlara vize bilet lazım değildi. Ben hiss edirdim ama, hardasa hiss edirdim ki sen orada nəsə hiss edirdim ama bilmədim sen orada zaldasan. İnan bilsəydim. Oradaydım, bakırdım sana. Necəydi? Həqiqətən də sənin mahnın səs saldı. Bu münasibətle seni tebrik edirəm. Bir daha tebrik ederim. Çok sağ ol. Çok Johnny, suallarınız bitti mi? Bitti, ürək sözlərimizə qalıb. Buyur, ürək Ben işin sözler. haqqında deyəcəm. Gövhər xanım, mən indi istəyirəm sizi gözəl bir oyuna dəvət edim. Buyurun. 8 yaşında 3 sinfoniya yazmış bəstəkar kimdir? Mozart. Bravo! Növbəti sual. Hansı bəstəkar ən yaxşı əsərini ayaqqabılarını təmizləyərkən yazıb? Ümumiyyətlə, düşünürəm ki, bütün əsərləri yaxşıdır. Amma səhv eləmirəmsə, Brahms olur deyəsən. Düzdür. Bravo. Növbəti sual. Musiqi bəstələməzdən əvvəl başına soyuq su tökən bəstəkar kim idi? Bu cür təsəvvür eləmirəm, yəni proses bu cür baş verirdi. Çünki çox möhtəşəm bir bəstəkardım. Bildiyimə görə sadəcə çox dinamik və möhtəşəm əsərlər yazanda hərarəti qalxdığına görə istadırmış yəni saçını. Mənə belə gəlir, Beethoven. Bravo. Düzdür. Hansı bəstəkar həm də aşpaz idi? Bişirdiyi yeməyin üsuluna baxsaq, İtaliya mətbəxinə oxşuyur deyəsən. Rossini. Bravo. Hansı məşhur bəstəkarın orta təhsili yox idi? Bu sualı deyəsən tapa bilməyəcəm çünki Fikirləşin. bir çoxunun deyəsən orta təhsili. Bu Beethoven idi. Ay, əfsus. Təəssüf. Kaş ki orta təhsil olmayan hər kəs elə gözəl əsərlər yarar. Siz bir suala cavab verə bilmədiniz. Məsələ buna görə də siz... Hediye kazanmadınız. Vəssalam. Bəs o birisilər, Johnny, nə oldu? Birine cevap verebilmediniz. Hamısına cavab verməli idi. Belli.
Gəlin, Dədə bayaqdan da, bəs mən bilmirəm axı. Göyhər xanım, Bəli. bu Hədiyyəsiz qaldım. mən. hədiyyəsiz qaldınız, amma mən istəyərdim ki, bizim mim kədərli aktyoru da təqdim eləyək. Bəli. Alqışlarınızla İlkin Miskərli. Göyhər xanım, Bəli. indi də sizin benefisinizə F.A. Faiq Ağayev buyurun. Gözəl. Gəlin onu qarşılayaq. Gelir gider ne etsen ayrılık sonu. Ömür bu mu? Çalış vuruş imtihandır her adımı. Ömür bu mu? Hasret odundan geçir sevginin yolu. Ömür bu mu? Sensizliği mənə verən amur. Sebebi yok gözyaşlarımın. Sen buna layık değilsen yüreğim benim. Hasret dolu bakışlarımın ünvanı keder. Yalan sadan sirdaşlarımın hedefine çevrilmişsen ümidim benim. Sevilmeyi hiç bacarmadım bir ömür kadar. Hicranın kapısında biter eşkin yolu. Ömür boyu alıştım ayrılıklara, yok mu sonu? Gururumu senin hıyanetin köksünden vurdu mu? Sevgi bu mu? Her acıya sebep olan amur. Sebebi yok gözyaşlarının. Sen buna layık değilsen yüreğim benim. Hasret dolu bakışlarımın ünvanı keder. Yalan sadan sirdaşlarımın hedefine çevrilmişsen ümidim benim. Sevilmeyi hiç bacarmadım bir ömür kadar. Yalan sadan sirdaşlarımın hedefine çevrilmişsen ümidim benim. Sevilmeyi hiç bacarmadım bir ömür kadar. Bir ömür kadar. Bir ömür kadar. Bravo! Teşekkür. Çok sağ olun. Göyhər xanım, buyurun meydana. Buyurun. Faik Bey, hoş gelmişsiniz. Hoş gününüz olsun. Biz burada İndi siz birinci ikiniz sınıf oxşadıya. güzel bir oyun oynayacaqsınız. Buyurun, mən oyunun şərtlərini sizə başa salıram. Deməli,
Hər iki tərəfə atəşgah sözünü yazın. Mən burada 2 dənə qələm var, birini verim Buyurun. Gövhər xanıma. Atəşgah. Siz mikrofonu tutun, mənə lazım olmayacaq. Yazırıq bura. Buyurun, yazın. İri hərflə. İri hərf. Köçürmək olmaz, Faiq Bey. Və mən Gövhər xanımı sadəcə olaraq bax, görürəm ki, qəşəng yazır. Mən biraz İndi yazmışam. siz atəşgah sözündən sözlər düzəltməlisiniz. Kim çox söz düzəltsə, o da qalib olacaq. Mən sizə 3 dəqiqə vaxt verəcəyim. Hazırsınız? Başlayaq. Başladıq. Buyurun. Əziz tamaşaçılar, indi görək sənətçilərimizdən kim məktəbi yaxşı oxuyub? Bu dəqiqə bizi izləyən tamaşaçılar, siz də ekranlara yaxın oturub bu sözdən sözlər düzəldə bilərsiniz. Yoxlayın özünüzü. Gövhər xanım, bu nədir? Cəmi 2 söz düzəltmişsiniz. Kömək eləyək. Oraya. Johnny, Profesör Johnny, sənə ehtiyac var. Gəl Gövhər xanıma kömək elə. Gəl. Gövhər Johnny profesör deyib. Ola. Sən başqa sözlər verirəm. O aşağı. Johnny, Diye fayda bak. bax diqqətlə. Gəl bir. Faiq Bey'e də qiymət ver. Görürsən Johnny. Fayda 5 hafta bilirim. Vaxtımız yavaş-yavaş azalır. Ben aş yemeyi hoşlayırım. Başa düşmüre göre. Sen aş hoşlayırsan. Aşk olsun. Arifə bir işarə. Hə, başa düşdüm. Şimdi Johnny, mən mahnı yazanam, mən muska yazanam. Söz yazanam. benim atam uçup gidip. İyi Sən bu oradan bana oğlama. fayda. Johnny, sorun gələcək. Əziz tamaşaçılar, siz artıq yəqin ki bir çox söz toplamısınız. İndi görək bizim sənətçilərimizdən kim çox söz toplaya biləcək. Artıq vaxtımıza 1 dəqiqə qalır. 1 dəqiqə qalır. Azalır vaxtımız. Johnny artıq bəsdir. Johnny Faiq Bey'dən uğurlayır. Sizə deyir. İşliyorum ha. Sən mənə dişləməyəni, sən işləyirsən, sən dişləmirsən, sən Gövhərə işləyirsən. Gövhər xanım, vaxtımız azdır. Biraz tez olun. Başqa heç nə gəlmir. Nə qədər nazlı bölmüşəm. Aha. Yazmışam. Yazmışam. Bəs Orada rənglərdən sizin gülünüzün rəngi. Gülünüzün rəngi Gövhər xanım. Ay, yox, bu hər. Stop. Eyşan stop. Stop. Orada nə çıxartmaq olar? Buyurun. Birinci Gövhər xanım siz. Ateşgah, şah, gah, ateş, ət, aş, ah. Cəmi 6 söz. Ateş, ət, at, aş, şah, ata, agah. 6. 7. 7. 7. Birisi patskas verir, o birisi də saya bilmir. İşte Johnny. şəxsi qərəziniz var məndən. Johnny. Bu layihəyə görə mənim tərəfimi tutur, çünki məndən bəzi layihə. Johnny. Mən də bu layihədə var idim də, mənim də Bugün tərəfimi tutaydı. Gövhər xanımın Rəng məsələsi nə idi? Görürsən? Ayşə, Rəng yoxdur rəng nə axı məsələsi burada. idi orada? Ağ- Rəng Ağ yox. olmalıydı. Ağ, oradakı yoxdur ğı axı. yoxdur axı. Mən- Təəssüf Gövhər xanım, çox təəssüf. Bu Hansı oyunda da artıq? Mən təklifim var. Hayır, qalib gəlir.
Biz hədiyyəni nəzərdə tutmuşduq bir nəfərə. İndi onu İkinci nəfərə Johnny-ni hədiyyə verəcəyik. Ona görə sifətini çevirib bizdən. Hədiyyə! Musa! Əvvəlcədən bilirdi ki, udacaq, hə? Gedirəm Faikgilə. Gəl, gəl, bizdə yaxşı yeməklər. Təbii ki, bax bu Nə gözəl. kiçik hədiyyə sizindir. Çaşqası da mənə çatacaq 100% fincan. Johnny, Mən də getdim əlvida. Faikgilə. Bu da sizin. Bravo! Nəhayət Johnny-dən canımız qurtardı. Sizin canınız qutardı, mənim canım qutarmadı. Sən nə? Bəs tək mən bu verilişdə Johnny necə olur? Dəqiqə dəyişək də. Johnny-ni sən götür. Johnny-ni sən götür. Qorxma. Biraz yuxarı. Yox, Johnny mənim yanıma gəlmək istəyir. Aha. Yox, neynirəm sən? Mənim manikyorum xoşuna gəlmədi, onun rəngi. Narahat az. Bu da mənə. Dəyişək də. Olar. Olar. Johnny. Olar. Bravo. Əziz tamaşaçılar, Respublikanın əməkdar artisti Faik Ay! Gövhər xanım, Johnny, imkan ver mən danışım. İndi də siz bu şəkilə yazılı surətdə öz fikrinizi bildirməlisiniz. Benifsin bütün qonaqları bu şəkildə öz fikrini bildiriblər. İndi mən bir neçəsini sizin üçün oxuyuram. Məhləmizin gözəlləri. Bu fikir Eyyub Yaqub. Güman edirəm ki, gələcəkdə bu şou əhli əncir yarpağında olmayacaqlar. Toppuş bacı. Tappuş bacı. Və yaxşı ki, kişilərimiz vaxtında canlarını bizdən qurtardılar. Arif Quriyev. Və s. və ilaxır. Elnaraya dokun. Ölü deyil Narif. W Trio 40 ildən sonra. Çox gözəl fikir. Gözəl. Dərin mənalı fikirdir. İndi də mənim. İndi də növbə sizindir. Bu xanımlar burada nədən söhbət edirlər? Çox səliqəli xəttiniz var. Ümumiyyətlə xoşum gəlir. Kiminsə xətti gözəl olanda. Gövhər Çox xanım, qiymət verirəm. mənə Johnny deyib ki, yəni özü tanır deyə bilmir sizə. Aha. Deyir, onun üçün bir mahnı yazasınız. Bizim deyəsən Johnny ilə axı bir sövdələşməmiz oldu ki, yəni növbəti müsabiqədə artıq özünü sınasın Eurovision müsabiqəsi. Johnny! Karışma. Artıq danışmışsınız, hə? Eurovision'a gelirik. Johnny, sənə klip çəkmək lazımdır. Gör necə oxuyuram. Dey, ah da dey. Çıkaqa çıkaqa dey. Gözəl. Yəni öz əlavələri ilədir, öz yaradıcılığını. Bu eksklüziv Johnny oxuyur belə. Ekskluziv. Hamısını birdən göstərmə. Biz onda Johnny, bir Sirlər parça açma. xahiş edirəm. Yenə. Dey, ah da dey. Oxumuram. yəni səsini çox işlətməyinə bizim qarşıda planlarımız var. Qol çək. Səsimi körləməyim, axşam toydayam. Artıq toylara da gedirsən. Toylara da Toylara da gedir. Amma biz danışmışıq, yox, ora gedirsə əgər toylar Johnny, bugündən toya getmə. Yaxşı. Və salam. Cavan mənim, çox sağ olun. İndi də, buyurun özünüz. yəni mövzudan kənara keçməmək şərti ilə düşünürəm ki, bu belə bir şey ola bilərdi. Samir və Elnur duetindən sonra Eurovision müsabiqəsini ancaq bizim cazibədar qızlar triosu lərzəyə sala bilər. Bu şansı əldən vermək olmaz. Bravo. Əziz tamaşaçılar, bu Gövhər xanımın fikirləri idi. Çox gözəl. Heç bilirsiniz, bura kim gəlib? Kim gəlib? Lalıçka gəlib. Lalıçka kimdir? Lalı Məmmədova. Oo, buyursun, buyursun.
Hakikati söylemek çok çetin. Bu kadar aldadıldım yeter. Buz gibi kalbinde, uydurma sevginde, yalanların içinde iter. Yüreğim senin için bir yetim. Sen zalim ögeylerden beter. Hasret gözlerimde, bir acı içimde, yaşamışam bugüne kadar, bugüne kadar. Seni sevirem, seni sevirem ama ben bu sözleri tek kalbimde deyirəm. Gururum beni ona değişme deyir. O senin sevgin, bense senin özünden. Ama ben seni sevirem, ben seni sevirem ama ben bu sözleri tek kalbimde deyirəm. Gururum hiç işitmek istemeyir. Sevirsen bensiz sevdiğim. Yüreğim olanlara hak verer mi? Hak verer mi? Her ümidin sonunda keder. Keder. Sen ne söylesen de, ne cür istesen de, yine son hükmü zaman verer. Yüreğim senin için bir yetim. Sen zalim ögeylerden beter. Hasret gözlerimde, bir acı içimde, yaşamışam bugüne kadar, bugüne kadar. Seni sevirem, seni sevirem ama ben bu sözleri tek kalbimde deyirəm. Gururum beni ona değişme deyir. O senin sevgin, bense senin özünden. Ama ben seni sevirem, ben seni sevirem ama ben bu sözleri tek kalbimde deyirəm. Gururum hiç işitmek istemeyir. Sevirsen bensiz sevdiğim. Seni sevirem ama ben bu sözleri tek kalbimde deyirəm. Gururum beni ona değişme deyir. O senin sevgin, bense senin özünden. Ama ben seni sevirem, ben seni sevirem ama ben bu sözleri tek kalbimde deyirəm. Gururum hiç işitmek istemeyir. Sevirsen bensiz sevdiğim. Göğe xanım, sizin benifsinizə heç bilirsiniz kim qonaq gəlib? İzzət Bağırov. Johnny, arzuların çin oldu. Buyursun İzzət Bağırov. Hayatın öz kanunları var. Kimisi alar, kimi satar. Çıkılmaz yol olanda, elatsız kalanda, düşünürsen zaman dayanar. Feleği gören bu dünyada, kimi uduzar, kimi udar. Hayat deyilen yolda, kazandıkları boyda herkesin sevgi payı var. Yar aman yar, dünya böyle dar. Yar aman yar, ne kadar olur ümit verip sonuna neler. Yüreğim yanar, yar aman yar, dünya böyle dar. Yar aman yar, ne kadar olur ümit verip canımsız kalmak. Yüreğim sorar, yar aman yar. Sevgilerin lap yakınında, hayalet adlı yalan yaşar. Nakan kalan arzuda, həsrət dolu bu yolda, onun gizli bir kölgesi var.
Feleği gören bu dünyada kimi uduzar, kimi udar. Hayat deyilen yolda kazandıkları boyda herkesin sevgi payı var. Yaraman yar, dünya bana dar. Yaraman yar, ne kadar olur ümit verip sonra neler. Yüreğim yanar, yaraman yar, dünya bana dar. Yaraman yar, ne kadar olur ümit verip canımsız kalmak. Yüreğim sorar, yaraman yar. Yaraman yar, dünya bana dar. Yaraman yar, ne kadar olur ümit verip sonra neler. Yüreğim yanar, yaraman yar, dünya bana dar. Yaraman yar, ne kadar olur ümit verip canımsız kalmak. Yüreğim sorar, yaraman yar. Bravo. Gövhər xanım, siz de buyurun meydana. İzzət, çox sağ ol. Bir daha benimsə xoş gəlmisən. İndi də mən istəyirəm ki, sizinlə birgə bir oyun keçirdək. Buyurun. Oyunun şərtlərini mən sizə başa salıram. Bax, bu pulları növbə ilə bu stakana atırsınız. Kimdə su daşsa, o məğlub olur. O çıxıb gedir. O çıxıb gedir. Bəs kim uxsa? Kim utsa təbii ki, onu hədiyyə göstərir. Pulların yəni çəkisindən və ya məbləğin nə boyda fərqi var? Təbii ki, fərqi var. İndi bu artıq oyunçudan asılıdır. Kim başlayır birinci? Təbii ki, Gövhər xanım. Gövhər xanım. Buyurun. Buyurun. Gəlir 5-6 dənəsini birdən at. Qoy 3 qəpikdən başlayım, bu balacadır. 10 qəpikdən də başlaya bilərsiniz. O yekədir, aşacaq. Aha. Hələ ki. Mən də ən böyüyünü. Johnny gəlirsən, Johnny? Yox. Niyə? Mən böyüyünü atıram, sən balacasın. 5. Yavaş yavaş at. Su çoxdur, amma niyə daşmır? Su hələ çoxdur. Yavaş at daşacaq. Üçün birdən də ata bilərsiniz. Yo. Yo, yo. Tez olsun. Yo deyən görə. Bir nəqd olsun sorulmaz. Oradan biz atanda bir dənə bir ses gəlir, o buradan gəlir. Deyəsən onun dibindən gəlir. Musiqilidir bu. Musiqili pullar. Musiqili pullar. Yo, hələ var, at. Var hələ, hə. İndi ucu yoxdur. Ha, yox, var. Gövhər, gövhər. Bəs də. Aha. Deyəsən, İstəyirsən uduzum da, mən uduzum. yox, niyə? Görək, su deyəsən nəsə. Daşmayacaq. Daşan su deyil. Buyurun. Su küleyliblər orada. Vay, təəssüf! Təəssüf Gövhər xanım. Gövhər xanım toxundu və su da daşdı. Amma pullarla yox, pullarla daşmayacaqdı. Mən belə başa düşdüm. Siz artıq toxundunuz. Bu nəsə su da deyəsən daşdı. xüsusi puldur. Siz qalib gələ bilmədiniz və hədiyyəni İzzət Barlo qazanır. Burada İzzət.
Sağ adamım. İzzət, bu da sənə benefisdən yadigar. Bir daha çox sağ ol ki, benefisə gəldin. Sağ olun. Siz Onu ürək təbrik edirəm. sözlərinizi deyib Çox sağ olun. Təşəkkür edirəm dəvət etdiyinizə görə və Gövhər xanım üzr istəyirəm bağışda. Bu O kley məsələsi Unutduğuma olmasaydı, görə o mən su daşmayacaqdı doğrudan. xəcalət çəkirəm sən unutduğuma görə. Çox sağ ol. Amma o suyu Minnətdaram. istəyirəm aparım evə baxım görüm o su nədən idi Biz ki o o daşmadı. suyu və stakanı Sizin sizə sayənizdə hədiyyə mənə edirik. bir şəkil də verdilər. Yadigar olaraq. Yadigar olaraq. Mən bunun arxasına yazacağım Gövhər xanımdan xatirə. Bravo. Çox sağ olun. Çok sağ olun. İzzet Bağırov. İzzet. Gördün mü? Neçə vaxtdır əlim dəymir əlimə, neçə vaxtdır adın gəlmir dilimə. Yanımdasan yadlardan da yadık biz. Necə dözürük bu kədərə söylə ikimiz. Ürək dözmür, ürək sənsiz ağlayır. Buz baxışlar yollarımı bağlayır. Öten günleri itirdik niye biz? Kırıla kırıla artık küstü kalbimiz. Yad bakışlar, yad şüpheler, anlaşılmayan kelimeler. Aramızda neler neler olacakmış. Ümitler bitti sonunda, hatiren var dört yanımda. Hasretin sabri sonunda dolacakmış. Olacakmış, olacakmış. Bu dünyanı sensiz neylerem, neylerem. Ümidimi gece göylere söylerem. Her gece hayallarımda görüşürdük. İndi yukuma da gelmişsen nereden? Dünyanı sensiz neylerem, neylerem. Ümidimi gece göylere söylerem. Her gece hayallarımda görüşürdük. İndi yukuma da gelmişsen nereden? Neçə vaxtdır əlindəymir əlimə, neçə vaxtdır adın gəlmir dilimə. Yanımdasan yadlardan da yadık biz. Necə dözürük bu kədərə söylə ikimiz. Ürək dözmür, ürək sənsiz ağlayır. Buz baxışlar yollarımı bağlayır. Öten günleri itirdik niye biz? Kırıla kırıla artık küstü kalbimiz. Yad bakışlar, yad şüpheler, anlaşılmayan kelimeler. Aramızda neler neler olacakmış. Ümitler bitti sonunda, hatiren var dört yanımda. Hasretin sabri sonunda dolacakmış. Olacakmış, olacakmış. Bu dünyanı sensiz neylerem, neylerem. Ümidimi gece göylere söylerem. Her gece hayallarımda görüşürdük. İndi yukuma da gelmişsen nereden? Bu dünyanı sensiz neylerem, neylerem. Ümidimi gece göylere söylerem. Her gece hayallarımda
Gövhər xanım, mən indi sizi şans oyuna dəvət edirəm. Buyurun. Buyurun. Oyunumuzun şərtləri belədir. Mən sizə 3 şans verəcəyəm. Əgər siz bu açarlarla bu kabinanı aça bilsəz, bu hədiyyə sizindir. 3 şansınız var. 3 açar götürə bilərsiniz. Təbii ki, bir-bir. Gülə, ümumiyyətcə şansım var. Ümumiyyətcə heç vaxt udmamışam. Yəni belə havayı mənə açar qismət olmayıb heç vaxt. Amma indi görək də. Sən nə məsləhət görürsən? Mən hamısını. Arkadaşlar, gördüğünüz gibi Gövhər xanım bir dəfiyə bu kabinanı açdı və əlbəttə ki, bu hədiyyə sizindir. Bravo. İlk dəfədən. Ümumiyyətlə, bu il şanslar deyəsən mənə ilk dəfədən nəsə qismət olur. Amma doğrudan da... Deməli, sizin şansınız var. Bravo. Gördün? Sağ olun. Buyurun Gövhər. Gövhər xanım, indi də Remember qrupunun ifasında gözəl bir rəqsə tamaşa edirik. Gövhər xanım, buyurun bura. İndi Buyurun. siz
Şikayət və təkliflər kitabına öz şikayət təkliflərinizi yazmalısınız. Nə qalın kitabdır bu? Bütün Benefisin qonaqları öz ürək sözlərini, şikayətlərini, təkliflərini yazıblar. Məni tərifləyiblər. Ay tərifləyiblər ha. Sən tərifə layiqsən axı. İndi də növbə sizindir. Qonaqlarımız saysız hesabsızdır. Ona görə belə qalın Deyəsən qalmayıb kitabda yer. var. Var. Sizin üçün həmişə yeri var. Çox sağ olun. Buyurun. Elşan, Ay bəli. bəlkə səni də mən aparım Euroviziyaya. Hara aparsan məni? Evrovidiyaya. Johnny, bu dəfə artıq danışılıb da sən gələcəksən. Hə. Ümumiyyətlə, heyvanlar aləmində festival da keçirilir, siz orada iştirak edirsiniz. Festivallar olur, sizdə də. Johnny, quşlar arasında festival olur. Olur, olmur, təəssüf. Çünki quşlardan mən bir dənəyəm. Quşlardan sən bir Amma dənəsən. sizdən isə çoxdur. Aydındır. Bəs cavan müəllimlə işləriniz necə gedir son vaxtlar? Gedirik də. Cavan müəllim. Yeni mahnılar üzərində işləyirsiniz? Cavan müəllim. İşləyirsiniz, ha, çox gözəl. Hər axşam məşq edirik. Hər axşam məşq edirsiniz. İşini çox yorursan yəni. Məşq edirsiniz deyir, hər axşam. Göyhan xanım, bu nə uzun oldu? Gör həyatdan çıxmayın. Xahiş edirəm, adınızı Bir dəqiqə, mən burada Johnny-yə aid Şeir yazdım. bir açıqlama aparmalıyam. Johnny-yə aid açıqlama maraqlı olacaq. Johnny, gör səndən nələr yazırlar. Buradan görmürəm, gözlərim yaxşı görmür. Eynək tax. Vəssalam Johnny. Bravo! Buyurun Gövhər xanım, oxuyun. Çox böyük professional yaradıcı heyətlə işləməkdən zövq və xoş təəssüratlar aldım. Çox sağ olun. Johnny-yə müvəqqəti əvəz tapın. Çünki bizim layihəmiz var. Müvəqqəti. Biz Johnny-ni sizə hədiyyə verə bilərik, apara bilərsiniz və Johnny-nin planları mənimlə bərabər çox genişdir. Biz artıq dünya miqyasında olan böyük layihələrə imza atırıq bu yaxınlarda. Və ona görə mən düşünmürəm ki, o mənə tabe ola biləcək. Yəni bəlkə də Johnny növbəti uğurundan sonra heç bəlkə Lap uzaqlara məndən də uçdu. uzaqlara uçdu. Olmayacam sən. Düzdür. Əsas Johnny Gövhər xanım Benefisdən uçsun. Benefis Uzaq. o an inanın ki, öz bütün o parlaq işıqlarını və öz maraq dairəsini və tamaşaçı auditoriyasını itirə bilər. Yaşasın Johnny. Johnny. Elə isə buyurun, əl izinizi də qoyun. Deməli, Üzüyünüzü çıxardın mütləq. mənim üçün çox ağır olsa da. Üzüyünü İndi bunu necə eləməliyəm? Yaman kötü. Yaxşı, Johnny. Necə səsim var? Bravo! Johnny, gör mən sənə görə Çox görməm. sağ ol, Elşana sağ olasın. Çox sağ olun ki, Benefisə gəldiniz. Siz sağ olun. Dərin təşəkkürümü bildirirəm məni bura dəvət etdiyinizə görə və uğurlar, bir də böyük nailiyyətlər arzu edirəm. Biz də bütün benefisçilər adından sizə uğurlar arzu edirik. Çox sağ olun. Çox sağ olun. İndi isə əziz tamaşaçılar, Gövhər xanımı yola salırıq. Sağ ol Gönül. Johnny-yə müvəqqəti əvəz tapın. Çünki onun nailiyyətləri var. Əziz tamaşaçılar, bu da Gövhər xanımın benefisi.
Növbəti verilsin qonağı kim olacaq? Anonsları mütləq izləyin. Hələlik!